Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme accil veliyyekel fərəc. Məkasib kitabından 325-ci dərsi oxuyuruq. Bəhsimiz 7-ci məsələdən gedir və bu məsələdə mövzu da bundan ibarətdir ki, o kitablar ki, insanları haqq və ədalətdən çıxardır, onları saxlamaq həlaldır, yoxsa haramdır? Mərhum Şeyx Murtəza Ənsari neçə dəlillə buyurdu ki, belə bir kitabları saxlamaq haramdır. Və buyurdu ki, burada neçə ehtimal var. Bir dəfə budur ki, bu kitablardan insanlara məfsədə var, bir dəfə məfsədə yoxdur. Və şərhindən belə məlum oldu ki, o kitablardan ki, insanlara məfsədə var, zərər var, onları saxlamaq haramdır. Və illa əgər bu məfsədə olmasa, haram deyil. Məgərin ki, buyurdu, icma sabit eləyə və icma ola ki, belə bir kitabları saxlamaq haramdır, onda biz artıq burada təfsilə qail ola bilmərik. Deyə bilmərik ki, məfsədə olsa haramdır, olmasa halaldır. Və yaxud nəfyi xilafa söykənsək. Çünki Əllamə Təzkərə kitabında, Müntaha kitabında belə bir söz dedi. Buyurdu ki, Kutub-i Zalləni saxlamaq haramdır belə xilafin. Yəni, uləma arasında bu məsələdə ixtilaf yoxdur. Yəni, bir dəfə deyək ki, bu məsələ icmaidir, bir dəfə deyək ki, burada ixtilaf yoxdur. Buyurur, bu nəfyi xilaf və la xilafə beynəl uləma, bu kəlmə ki var, bu icmadan elə naqis deyil, qasir deyil. İcma hansı mətləbi yetirirsə, bu da elə həmən mətləbi, məqsədi yetirir. Buna görə buyurur, İlla ən yəsbut icmaun, ya məgər o surətdə deyə bilərik ki, burada təfsilə qail olmaq lazım deyil, məfsədənin olub-olmamağı şərt deyil, burada icma sabit ola, alimlər arasında icma ola ki, Kutub-i Zalləni saxlamaq haramdır. Av yultəzəm bi itlaq-ı ünvan-ı məq'əd-i nəfyil xilaf, yaxud biz mültəzim olaq. Deyək ki, Əllamə ki, Müntaha və Təzkərədə deyibdir, ixtilaf yoxdur üləmada, biz bunu mütləq tutaq. Deyək ki, fərqi yoxdur, məfsədə olsun, ya olmasın. Buna da söykənə bilərik. Əlləzi la yəqsur ən-nəqlil icma. O nəfyi xilaf ki, icmadan qasir deyil. Yəni, icmadan aşağı deyil. Necə ki, biz deyirik, bu məsələ icma idi, qəbul edirik. Elə ki, üləma arasında bu məsələdə ixtilaf olmayanda, o da elə icma kimidir və icmadan qasir deyil.
Məgər bu iki surətdə deyərik onda fərqi yoxdur. Bu kitablardan məfsədə zərər gəlsin ya gəlməsin. Mütləq şəkildə bunları saxlamaq haramdır. Və hineyzin fəla buddə min tənqih hazal ünvan. Bəs vaxtı ki belə oldu, burada lazımdır bu ünvanı biz tənqih eləyək, araşdıraq və görək bu Kutub-i Zalla ki biz deyirik, o kitablar ki insanları haqq və ədalətdən çıxardır, məqsəd bu kitablardan hansı kitablardır? Burada mərhum şeyx neçə dənə ehtimal verir, o ehtimalları biz nəql edirik. Buyurur və ennəl murad biz zəllal, yəni Kutub-i Zalla ki biz deyirik, yəni kitablar ki insanları haqq və ədalətdən çıxardır, murad, məqsəd onlardan nədir? Buyurur, murad onlardan ma yakunu batilən fi nəfsi. Bir ehtimal budur ki, məqsəd o kitablardır ki, onlar öz-özlüyündə batildilər. Məsələn, bir ara çıxmışdı bəzi kitablar, Min bir gecə. Yəni xəyaldır, həqiqəti yoxdur. İnsanlar oturub onu oxuyurdu, ömürləri, vaxtları zay olurdu, gedirdi. Bir fayda yox idi insana. İnsanların kiminsə xəyalı üzərində qurulan mətləbləridir. Yəni fi nəfsi batildir. Fi nəfsi yəni həqiqəti yoxdur. Həqiqətdə bunlar batildir. Ehtimal var bir məqsəd Kutub-i Zalladan məqsəd odur. Belə olduğu təqdirdə fəl-murad əl-kutubul müştəmilə ələl-mətalibil batilə. Onda deyərik ki, məqsəd Kutub-i Zalladan tamam o kitablardırlar ki, onlar batil mətləblərə şamildir. Yəni, batil mətləblər o kitabların içindədir. Bir ehtimal budur. Av ennəl murad bihi muqabilul hidayə. Ya deyək ki, o Kutub-i Zalladan məqsəd, murad o kitablardakı hidayət müqabilindədir. Yəni, bəzi kitablar ki var, insanları irşad eləyir, haqqa, ədalətə, insanları hidayət eləyir. Digər kitablar bunların müqabilindədir, insanları zəlalətə aparır, insanları pisliyə aparır. Məqsəd o hidayətin müqabilində olan kitablardır. Belə olduğu təqdirdə fəyuhtəməl ən yurad bi kutubihi ma vuzi'a lehusuliz zəllal. Onda ehtimal var ki, məqsəd bu Kutub-i Zalladan o kitablardır ki, onlar vəz olunublar, onlar təlif olunublar, yazıblar, insanlarda zəlalət hasil olsun, insanlarda haqq və ədalətdən çıxmaqlıq hasil olsun. Və ən yuradu ma ucəbəz zəlal. Və məqsəd bu olacaq ki, o kitablar insanların zəlalətə düşməyinə səbəb olur. Və in kana mətalibəha haqqə. Baxmayaraq o kitabların mətləbləri içində olan məqsədlər haqdır, amma səbəb olur ki, insanlar həqiqətdən yayınsınlar. Məsələn, nə kimi ki, bəzi kutubul urafa vəl-hukama, bəzi ariflərinin bəzi kitabları və filosofların bəzi kitabları,
Düzdür, içindəki mətləblər bəzən haqq olur, amma insanlar yayınırlar haqdan. İndi ya başa düşmürlər, ya belədir ki, insanları o haqq və ədalətdən ayırır. Əl-muştəmilə əla zəvahirin münkərə ki, o kitabların zahirləri şamil olur inkar olunmuş mətləblərə. Amma onlar özləri yəddəunə ennəl murad qeyru zahiruha. Deyirlər ki, bizim bu kitablar ki var, zahirləri bir cürdür, amma batinləri ayrı cürdür. İddiaları budur ki, o zahirdə görünən kimi deyil. Yəni, həqiqəti var. Amma nə fərqi var ki, insanlar onun zahirinə baxırlar, haqq və ədalətdən çıxırlar. Belə olduğu təqdirdə fəhazihi əyzən qutub-ı zəllal əla təqdiri haqqiyyətüha. Yenə də bunlar elə qutub-ı zalla hesablanır. Lap belə fərz eləsək ki, onların dediyi, onların o sözlərinin zahiri ilə batini fərqlidir. Batini haqdır, zahiri amma insanları haqq və ədalətdən çıxardır. Baxmayaraq, batini mətləbləri həqiqətdir. Bizim əsas məqsədimiz budur ki, insanları bu yoldan çıxardır. Bu yoldan çıxartdığı üçün, ədalətdən, haqdan çıxartdığı üçün bunlar elə daxildir kutub-i zalləyə. Sümməl kutub-ı səmaviyyə əl-mənsuxə əl-qeyrul muharrəfə la tədxulu fi kutub-ı zəllal. Sonra mərhum şeyx buyurur, o kitablar ki, səmavi kitablardır. Yəni, Allah tərəfindən nazil olunan kitablardır. Və lakin təhrif olunmayıblar. Nəsx olunublar, amma təhrif olunmayıblar. Məsələn, Tövrat Allah tərəfindən nazil olub. İncil Allah tərəfindən nazil olub. Bu Tövrat və İncil ki, bunlar öz dövründə haqq idilər, ədalətli idilər və düz idilər və insanların vəzifəsi onlara əməl eləmək idi. Və lakin Qur'an-ı Kərim nazil olanda onlar nəsx olundular, sındılar. Həmən kitablar, onlar bu kutub-i zallaya daxil deyirlər. Əlbəttə ki, o İncil ki, o Tövrat ki, Allahdan nazil olub və təhrif olunmayıbdır. Təhrif olunmayıb və Allah tərəfindən nazil olunubdur. Bunlar düzdür, nəsx olunublar, amma Allah tərəfindən gələn kitablardır. Bunlar kutub-i zalla hesablanmır. La tədxulu, daxil deyirlər kutub-i zallaya. Amma o İncil ki, o Tövrat ki, onlar təhrif olunublar. Yəni, Allahdan gələn kitablar deyirlər. Sonra bəzilərinin tərəfindən təhrif olunublar. Onlar necə kutub-i zallaya daxildir ya yox? İnşallah gələn dərsimizdə bu barədə danışarıq. Elhamdülillahi Rabbil aləm.